Bəli, salam olsun hər birinizə. Allahın salamı olsun hər birinizə. Gözəl şəhidlərimiz və unudulmaz şəhidlərimiz. Hər birinizi biz tək-tək ürəyimizdə, ayrı-ayrılıqda unutmayacağıq. Hər birinizi tək-tək sevəcəyik. Hər birinizi ayrı-ayrılıqda sevəcəyik. Heç biriniz unudulmayacaqsınız. Gözəl şəhidlərimiz. Cənnətli şəhidlərimiz. Allah hər birinizə rəhmət eləsin. Yeriniz cənnət olsun. Mən bu günləri mayın 2-si cümə günü bir daha şəhidlərimizi ibadət elədim. Bir daha bu məzarlığa yolum düşdü. Yenə bura dönmək istədim. Təbii ki, atamın məzarını ziyarət etməyə gəlmişdim, amma buradan düz keçmək mümkün deyil. Şəhidlərimiz özləri sanki bizi səslənir ki, bizi unutmayın. Allah bütün dünyadan köçən şəhidlərimizin hər birisinə ayrı-ayrılıqda rəhmət etsin və onları uca Rəbbim cənnət müjdələri ilə mükafatlandırsın. Allah dünyadan köçən bütün şəhidlərin anasının göz yaşlarını, sevinç yaşlarına döndərsin inşallah uca Rəbbim. Əziz və hörmətli izləyicilərimiz, rəhmətli Bəhmən Vətənoğlu yazır ki, 5-də gün yaşadıq fani dünyada. Onun da 4 günü qəm ilə keçdi. Babat ömrü oldu bir gün ortası, bircə gün ortası dəm ilə keçdi. Soruşurlar ay Bəhmən, o hansı bir gün ortadır ki, o tək bir o gün orta dəm ilə keçir? Mərhum Bəhmən Vətənoğlu buyurur ki, deyir əziz dostlar, o sürülən ömürdə o dəm ilə keçən gün orta o gün ortadır ki, atamız, anamız, valideynlərimiz bizə toy düyün etdiyi günün gün ortasıdır. Axşamı qara gündən sayılır. Əfsuslar olsun ki, bu gənclərimiz eləsi var ki, şəhidlərimiz toy üzü belə görmədi. Eləsi var, evladı yetim qaldı. Allah hamısına rəhmət eləsin. Hörmətlə Azərbaycan Respublikası Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramov. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Şəhidlərimizi unutmayaq.